Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. İsmin xüsusiyyətlərini gəlin xatırlayaq. Bax, isim haqqında nə öyrənmişik? Öyrəndik ki, isim müəyyən yaxud qeyri-müəyyənlikdə olur. Muhammedun müəyyənlikdir. Kitabun qeyri-müəyyənlik. Kitabını müəyyənliyə eləmək üçün, yəni kitabın hər hansı bir kitab, amma əl-kitabu müəyyən kitab. Əliflə əlavə elədik. Sonra dedik ki, ərəb dilində ismin cinsi deyilən bir şey var. Yəni isim ya kişi cinsindədir, ya qadın cinsindədir. Say haqqında nə dedik? Dedik ki, ərəb dilindəki ismlər təkdə, ikilikdə, yaxud cəmdə ola bilər. Və bu gün ismin dördüncü xüsusiyyətini keçirik. O da nədir? Hal. Yəni ismin halı var. Bəzi dillərdə ismin halı olmur. Məsələn, ingilis dilində yoxdur. Amma Azərbaycan, məsələn, Rus dilində hal var. Azərbaycan dilində ismin 6 halı var. Adlıq, yəlik və s. Ərəb dilində isə cəmi 3 hal var. Deməli, bunlar hansı hallardır? Birincisi raf halıdır. Muslimun. Onun əsas əlaməti sözün sonundakı dammədir. Yəni tənvin şəklində yaxud tənvinsiz də ola bilər. Bu əsas əlamətdir. Yəni ola bilər ki, başqa əlamətlər də olsun. Amma əsas budur. Muslimun deməli raf halındadır. İkinci hal nasbdır. Onun əsas əlaməti fəthədir. Muslimən. Fikir verin, tənvin fəthəni yazmaq üçün əlif yazılır. Əlif öyle bir ki, tənvin fəthəyə dayaq kimidir. Yəni onu təcviddə yəqin keçmişdiniz ki, bax bunun üstündə dayananda muslimə uzadıb dayanırıq. Yəni deməli fəthə nasb halının əsas əlamətidir. Ola bilər ki, başqa əlamətlər də olsun. Bir də cər halı. Muslimin. Onunki də əsas kəsradır. Deməli muslimun raf halındadır, muslimən nasb halındadır, muslimin cər halındadır. İndi bizim dillə bunun oxşarlığı nədir? Sadəcə oxşarlıq deyirəm. Əslində bu belə paralel çəkmək tam da düzgün deyil. Raf halı bizim dildə biraz adlı hala oxşayır. Məsb halı təsirlik hala oxşayır. Cərdəki başqa halları. Amma bu çox nisbidir. Qayıdaq indi bizim bugünkü mövzumuza. Deməli, bildik ki, ismin 3 halı var. Bugünkü mövzumuz nədir? İsim, sifət, söz birləşməsi. Bax, belə cümlə qura bilirik. Əl-beytu cəmilun. Ev gözəldir. İndi mən gözəl ev demək istəyirəmsə, bax, fikir verin. Mənim 2 variantım var. Hər hansı bir gözəl ev qeyri-müəyyənlikdə. Beytun cəmilun. Və müəyyən gözəl ev əl-beytul cəmilu. Yəni müftada xəbər cümləsinə bu söz birləşməsi bu cümləyə çox oxşayır. Amma aralarındakı fərq nədir? İsim sifət söz birləşməsində bax sifət isimlə, yəni vəsf sifət o vəsf olunanla, yəni bu ismi ilə bütün o 4 xüsusiyyətdə uzlaşmalıdır. Həm cinsdə. Məsələn, beytun kişi cinsi, cəmilun kişi cinsi. Həm sayda. Beytun təkdə, cəmilun təkdə. Həm müəyyənlik, qeyri-müəyyənlikdə. Beytun qeyri-müəyyən, cəmilun qeyri-müəyyən. Əl-beytu müəyyən, əl-cəmilu müəyyən. Və həmçinin halda beytun cəmilun, beytən cəmilən, beytin cəmilin, əl-beytul cəmilu, əl-beytəl cəmilə, əl-beytil cəmili. Yəni, isim hansı haldadırsa, sifət də həmən halda olacaq. Amma bizim müftada xəbər cümləmizdə necə idi? Aha, müftada müəyyənliyidir, xəbər isə əksinə, qeyri-müəyyənliyidir. Yəni, deməli, əl-beytul cəmilu desək, artıq cümlə olmur.
artıq isim sifət söz birləşməsi olur. Bir də ona fikir verin ki, bizdə Azərbaycan dilində bu söz sırası fərqli idi. Ev gözəldir, birinci ev dedik, amma gözəl evdə birinci gözəl dedik. Ərəb dilində isə eynidir. Yəni beyt sözü birinci gələcək. İndi belə bir misala baxaq ki, orada isim məsələn başqa cinsdədir, yaxud başqa saydadır. Məsələn, demək istəyirəm ki, sadiq müsəlman qadın. Sadiq müsəlman qadın bu cümlə deyil. Əl-muslimətu. Deməli, əl-muslimətu məndə qadın cinsindədir. Demək ki, onun sifəti də qadın cinsində təkdə olacaq. Əs-sadiqatu. Əl-muslimətu sadiqatu, sadiq müsəlman. Deməli, hər ikisi əlifləmlə. Hər ikisi qadın cinsində, hər ikisi təkdə və halda da uzlaşmalıdır. Sadiq müsəlmanlar. Deməli, əl-muslimunə müsəlmanlar, birinci müsəlmanlar deməliyəm. Sonra isə onun sifətini deməliyəm. Əs-sadiqunə. Əl-muslimunə kişi cinsidir, əs-sadiqunə kişi cinsi. Cəmdədir, bu da cəmdə. Əlifləm var, burada da əlifləm var və halları da eynidir. Yəni, hal haqqında növbəti dərsdə ətraflı olacaq yenə inşallah. Muslimətun, sadiqatun. Hər hansı sadiq müsəlman qadınlar. Deməli, muslimətun, hər hansı müsəlman qadınlar, burada qeyri-müəyyənlikdir. Ona görə sadiqatun, o da qeyri-müəyyənlikdə olmalıdır. Qadın cinsidir, bəli. Onda sadiqatun da qadın cinsində olmalıdır. Cəmdədir, bu da cəmdə olmalıdır. Halları da eyni olmalıdır. Deməli, isim, sifət, söz birləşməsində sifət bütün 4 xüsusiyyətdə ismi ilə uzlaşmalıdır. Cinsi, sayı, müəyyənlik yaxud qeyri-müəyyənlik və həmçinin halı.